Xətai rayon polis idarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Bölgə TV xəbər verir ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 42 yaşlı Orxan Qurbanov saxlanılıb. Onun idarə etdiyi Land Rover markalı avtomobilə baxış zamanı 17 kq 330 qram narkotik vasitə olan marixuana aşkarlanıb. Həyata keçirilən digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 3 nəfər, 36 yaşlı Emin Bayramov, 42 yaşlı İlkin Əlizadə və tanışı 36 yaşlı Amil İbayev saxlanılıblar. Onlardan isə ümumilikdə 21 kq marixuana və 2 kq 809 qram heroin aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotikləri paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı başlanan cinayət işləri üzrə araşdırmalar davam etdirilir. Qeyd edək ki, cari ilin əvvəlindən Xətai rayon polis idarəsinin əməkdaşları tərəfindən 112 kq müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Fikrət Qədimli, BTV.